Ötən həftə Real Hərəkatının sədri İlqar Məmmədov Azərbaycan parlamentinin ünvanına sərt ifadələr işlədi. İşlətdiyi sərt ifadələrin səbəbləri haqqında İlqar Məmmədov Dəyərlər Orqa geniş açıqlama verdi. Həmin gün parlamentdə qanunlara dəyişiklik edildi və çox yüksək səviyyədə cərimələr təyin edildi. Kütləvi aksiyalarda, icazəsiz kütləvi aksiyalarda iştirak edirdi. 3000, hətta daha çox manat həcmində cərimələr təyin edildi. Bunu da onunla əsaslandırırdılar ki, biz həmin o cərimələri, icazəsiz aksiyalara görə cərimələri Avropadakı səviyyələrə qaldırmaq niyyətindəyik və bundan doğru güyanmış ki, həmin o addım. Əlbəttə, mən bunu öz başqa çıxışlarımda da demişdim ki, Azərbaycanda maaşlar dəfələrlə, azı 10 dəfə Avropadakindən aşağı olduğu bir halda siz necə Avropa səviyyəsində cərimələr təyin edə bilərsiniz? Azərbaycanda azadlıqlar, sərbəst bir mühit olmadığı bir şəraitdə siz necə Avropa cərimələri tətbiq edə bilərsiniz? Və bu müzakirələr gedən zamanı bir sıra deputatlar, o cümlədən deyəsən parlamentin sədri, belə ötəri oxudum onu, bildirdilər ki, parlamenti müxtəlif növ ictimai ittihamlardan və təhqirlərdən qorumaq lazımdır, sığortalamaq lazımdır. Və bunun, bu cür təfəkkürün nə dərəcədə geridə qalmış olduğunu mən nəzərə alaraq fikirləşdim ki, bax, bu cür formada diqqəti bir məsələyə cəlb edib ki, parlamentin şərəf və ləyaqətini təhqir eləmək mümkün deyil. Bunlar, parlament kollektiv bir orqandır. Bu şəxs deyil, insan deyil ki, sən onu təhqir edəsən. Prinsip etibarilə bu mümkün deyil. Ona görə mən həmin o sərt ifadələri rahatca istifadə etdim. Çünki onlar heç bir məhkəmə perspektivi yoxdur. Onlar mənə buna görə iş açada bilməzlər. Çünki bu tamamilə ədalətli formada ifadə olunmuş bir etirazdır. Parlamentin özü haqqında təsəvvürlərinə və parlamentin gördüyü işlərə. Bəli, orta əsrlərdə biz bilirik, hamımız da bilirik, bədii əsərlərdə də bunu görmüşük. Hər bir şahın sarayında bir növ deməli təsisatlar vardı. İndi adını zoopark qoya bilərsiniz, başqa cür qoya bilərsiniz. Hansı ki, ölkədə narazı insanların cəzalandırılması üçün istifadə olunurdu. Doğru mu? Və parlamentdə, bizim Azərbaycan parlamenti də bu anlamda həmin o təsisata, həmin o zooparka və ya adını nə qoyursunuz, ona bənzətdim onu. Və mən hesab edirəm ki, doğru elədim. Olmaz, parlament qanunverici orqan olmalıdır, seçilməlidir. Seçilib bizim parlament bəyəm. Kimi təmsil edirlər o insanlar? Seçilməyib, heç kimi təmsil eləmir. Özü-özlüyünü təmsil edir, bir də şahlarını təmsil edir. Və bütün bu, deyək ki, bu mülahizələrin birbaşa səbəbkarı konkret o sərbəst toplaşmaq azadlığı haqqında qanuna o mürtəci dəyişikliklərin edilməsi, üstəgəl parlament üzvlərinin və parlamentin ümumilikdə özünün funksiyası haqqında tamamilə təhrif olunmuş təsəvvürə malik olmasıdır. O təsəvvürü qırmaq lazımdır. Onlar orada qanunsuz olaraq oturublar, onlar orada saxtakarlıqla oturublar və bu parlament Azərbaycan xalqının iradəsini təbii ki, təmsil eləmir, ifadə eləmir. Bu baxımdan da deməli, bu işin heç bir məhkəmə perspektivi yoxdur. Əvvəlcə məni məhkəmə ilə hədələdilər bir ikisi. Deputatlar sonra anladılar ki, bu mümkün deyil. Burada heç bir məhkəməli heç bir şey deyil. Onda
deputatlardan biri Adil Əliyev mafiya üslubunda mənə qarşı hədə səsləndirdi. Bu çox, necə deyim, eybəcər bir haldır. Mən artıq ATƏT-in söz azadlığı üzrə xüsusi təmsilçisinə bugün xəbər verdim. Bir neçə başqa beynəlxalq təşkilatlara bu haqda xəbər verdim. Azərbaycanda hazırda keçən, təmtəraqla qeyd edilən internet idarəçiliyi forumuna video müraciət ünvanlandırdım. Və orada xahiş elədim ki, bu cür mafiya üslubunda ifadələrə, hədələrə, ifadə yox, hədələrə sivil, siyasi aləm etiraz eləməlidir. Adil Əliyev və ya bir başqası mafiya dili ilə heç kəsi hədələməməlidir bu ölkədə. Nə məni, nə bir başqasını. Bunun, deməli, bu ifadələr, bu təhdidlər haqqında təcili tədbirlər görülməlidir. Çünki onlar təkcə mənə ünvanlanmayıb. Onlar hər kəsin, sizə də ünvanlanıb, bir başqasına da ünvanlanıb ki, bundan sonra parlamentin ünvanını heç kim sərt ifadələr işlətməsin. Necə işlətməsin? Bu parlament bəyən parlamentdir ki, xeyr. Özünü təyin edib, oturublar orada, danışırlar. Yeri gəlmişkən, bu deputatlardan bəziləri dedilər ki, növbəti iclasda biz parlamentin müzakirəsini çıxardacaq İlqarın dediklərini. Mənim onlara müraciətim budur ki, əgər düz adamdırlarsa, orada yığışıb dalımca danışmasınlar. Dəvət eləsinlər məni parlamentə və orada mən onlara cavab verərəm. İndi oturub da bir-bir kimisə təhlil eləməyin mənası yoxdur. Parlamentin funksiyasını mən təsvir elədim. Obrazlı, amma həqiqətə çox yaxın və çox aydın formada onun funksiyasının hal-hazırda nədən ibarət olduğunu və onun mahiyyətinin nədən ibarət olduğunu mən təsvir elədim. Bu mənim hüququmdur və ifadə azadlığı hüququmdur. Əlavə detallara varmağı mən vacib hesab etmirəm. Bilirsiniz, mən düşünürəm, bu cür səhv buraxmış iqtidar mütləq geri çəkilməlidir. Yəni, bax, bu sözlərə görə Adil Əliyevə özləri, Adil Əliyevin bu hərəkətinə qarşı özləri tədbir görməlidirlər. Bu, Azərbaycana daha da böyük utanç gətirən bir hadisədir. Nəinki seçkilərin saxtalaşdırılması yolu ilə gedib orada 125 nəfəri yaxud nə qədərdirsə otuzdurmaq. Bilirsiniz, bu artıq o deməkdir ki, əgər mənə qarşı o təhdidlər, hədələr davam etsə, o demək olacaq ki, mafiya üslubunda işlədilmiş ifadələr Azərbaycanın dövlət siyasətini təyin edir, müəyyən edir. Bu, məqbul deyil. Heç bir halda məqbul deyil. Ona görə mən inanmaq istəyirəm ki, Azərbaycan rəhbərliyi özü bu hadisədən nəticələr çıxaracaq və orada oturan o mafiya dilinin pərəstişkarını cəzalandıracaq. Bu fikirlər cəmiyyətdə ciddi hakimə səbəb oldu. İlk reaksiyanda elə parlamentin üzvü deputat Fazil Mustafa verib. Stat: qaydalar olmayan yerdə heyvanlar yaşayır. Deməli, İlqar Məmmədov bu ifadəni özünə qarşı səsləndirib. Bu, onun tərbiyəsinin nəticəsidir. Məsələ ilə bağlı Milli Məclis özü tədbir görməlidir. Söhbət Milli Məclisin şərəf və layiqiyyətindən gedir. Deputat Adil Əliyev isə hədələyici tonda danışıb. Stat: belə danışmaq üçün adamın iki başı olmalıdır. Onu da kəsib atarlar. Parlamentin ünvanına, həm də cəmiyyətdə müxtəlif məsələlərə qarşı aqressiv danışanları çox görmüşük. Sonradan əfv olunmaq üçün dillərini 1 metr uzadırlar. Bir tərəf deputat kimi deyirəm ki, məsələyə parlament səviyyəsində reaksiya verilməli, adam haqqında ölçü götürülməlidir. Deputat Rasim Musabəyov İlqar Məmmədovun parlament haqqında öz bloqunda yazdığı yazı haqda dəyərli münasibət bildirib. Düşünürəm ki, biraz cavanlıq eləyib emosiyalara. Mən İlqarı yaxşı tanıyıram və onu şəxs kimi, bir cavan siyasətçi kimi yüksək dəyərləndirirəm. Ancaq
fərz edirəm ki, yəni məsələni təhlil etmək lazımdır. Emosiyalara qapalı hansısa bir bu cür ifadələr ki, gərginlik yaradır, istifadə etmək yanlışdır. İndi o təhqir edib, təhqir də cavabına alır. Fərz edirəm ki, siz də jurnalistlər bu məsələni gündəmdə saxlamaqla faktik olaraq biraz da əlavə gərginlik gətirirsiniz. Qapatmaq lazımdır bu mövzuda. Deputat Hadi Rəcəbli deyib ki, İlqar Məmmədov hər deputata səs verən orta hesabla 37 min insanı da təhqir edib. Stat. Onun gözünün qabağındadır ki, həmin adamlar da parlamentdən təmizlənir. Hüseyn Abdullayev də, Gülər Əhmədova da getdi. O tərbiyəsiz adamdır və belə də sözlər deyir. Deputat Çingiz Qənizadə isə hesab edir ki, Azərbaycan parlamentinin ünvanına səsləndirilən belə ifadələrlə bağlı məhkəməyə müraciət olunmalıdır. Çayxana səviyyəsində olan adamlar bir xarici dil bilməklə öz yerini yuxarı mərtəbədə görür. İstənilən əxlaqsız ifadə işlətməkdən çəkinmir. Parlamentin növbəti iclasında bu məsələ mütləq gündəmə gətirilməli və məhkəməyə müraciət olunmalıdır. Digər bir parlament üzvü Etibar Hüseynov deyib ki, İlqar Məmmədovun yazdıqlarından təəccüblənməyib. Stat. Çünki bir neçə gün əvvəl parlamenti hərəmxanaya bənzədib və xanım deputatlar haqqında da çox təhqiramiz ifadələr səsləndirəndə də heç kəs buna reaksiya verməyib. Keçmiş deputat Pənah Hüseyn də İlqar Məmmədovun Milli Məclisi Zoopark adlandırmasına münasibət bildirib. Pənah Hüseyn deyib ki, Azərbaycan Milli Məclisi sözün klassik mənasında parlament sayıla bilməz. Ayrı-ayrı adamların fərd olaraq şərəf və ləyaqəti əlbəttə ki, alçaldılmamalıdır. Amma siyasi proseslərdə bu şəkildə iştirak üçün də hazır olmaq lazımdır. Çünki parlamentin əslində formalaşdırılmalı olması və reallıqda necə formalaşdırılması yaxşı məlumdur. Siyasi proseslərdə o cür sərt ifadələr dünyanın hər yerində işlənir. Amma mən bunu ayrı-ayrı şəxslərin şərəf və ləyaqət məsələsi ilə əlaqələndirmirəm. Pənah Hüseyn deputat Adil Əliyevin İlqar Məmmədovu məlum ifadəsinə görə hədələməsinə də münasibət bildirib. Əlbəttə ki, o cür hədə çox ciddi məsələdir. Mən güman eləmirəm ki, həmin hədə sözün birbaşa mənasında nəzərdə tutulsun. Ola bilsin ki, hansısa bir kontekstdə işlənib, amma əlbəttə ki, baş üzməklə təhdid ciddi məsələdir. Deputat İqbal Ağazadə də məsələ ilə bağlı münasibət bildirib. Stat. Söz azadlığı olmalıdır. Ancaq bu heç kimə ixtiyar vermir ki, orada əyləşən insanları təhqir etsin. İnsanların fikir və düşüncələrinə hörmətlə yanaşıram, amma insanların təhqir edilməsinin əleyhinəyəm. Bu özü bir cinayətdir. Təhqir edən insanları aşağılamaq, insanların fəaliyyətlərinə görə kimlərinsə təhqiramiz ifadələrlə mətbuatda və sosial şəbəkələrdə onların üzərinə getməyi pis ənənədir. Bu ənənəni heç bir halda təqdir etmək olmaz. Həmin şəxslər bu mövqelərindən çəkilməlidirlər. Kiminsə fəaliyyətindən xoşum gəlməyə bilər. Bu o demək deyil ki, həmin şəxslər təhqir edilməlidir. Milli Məclisdə də fəaliyyət göstərən insanların gördüyü işlər kimlərəsə xoş gəlməyə bilər. Bu heç kimə ixtiyar vermir ki, orada əyləşən insanları təhqir etsin. Bu ifadə forması, yanaşma heç kimə başucalığı gətirmir. Politoloq Zərduş Əlzadə isə mövzu ilə bağlı deyib ki, onun mövqeyi İlqar Məmmədovun mövqeyindən fərqlənir. Belə ki, politoloq parlamenti zooparka deyil, zoosirkə bənzədir. Əlbəttə ki, xoşa gəlməz hadisədir. Ölkə vətəndaşı, özü tanınmış bir intellektual Azərbaycan parlamentə belə qiymət verir və mən bunu əsla razı edirəm. O zoopark deyil, zoosirkdir. Çünki zooparkda o heyvanlar bağlı validelərdə, amma heç olmasa bir qədər sərbəst hərəkət edirlər. Zoosirkdə isə onlar əhləşdirilir və müəyyən hərəkətlərə məcbur edilirlər və ya təşviq edilirlər. Mən hesab edirəm ki, o zoopark deyil, zoosirkdir. Bu belə. Ümumi baxanda bu Azərbaycan üçün acınacaq vəziyyətdir ki, yəni, insanlar milli məclisə etimad eləmir, nazirliklərə etimad eləmir, deputatlara etimad eləmir. Bu, dövlətin əhali arasında çox aşağı səviyyədə hörmətə layiq olur və ya ümumiyyətlə hörmətə layiq olmağını göstərir. Çünki bu təkcə bizim əhalinin mövqeyi deyil. Bütün xarici münasibəti Azərbaycana, Azərbaycan hökumətinə, Azərbaycan dövləti münasibəti eynidir. Fərz eləyək, hüquqi baxımdan Qarabağ bizimdir, amma beynəlxalq aləm Ermənistana təzyiq eləmək istəmir. Niyə görə? Çünki Azərbaycana hökumət eləmir. Azərbaycanın
dövlət qurumlarının nədən ibarət, kimlərdən və nədən ibarət olduğunu bilirlər və necə işlədiyini, nəyə xidmət etdiklərini bilirlər, ona görə hörmət eləmirlər. Yəni, beynəlxalq aləm də Azərbaycan əhalisinin, o cümlədən İlqar Məmmədovun mövqeyini görürsün, mənim üçün mövqeyim daha kəskin.